Bunları biz gündəlik həyatımızda, ailəmizdə, qonşularımızda, qohumlarımızda, dostlarımızda gəlib icra edirik. Mənə ağır gəlir, eşidəm ki, bir mömin, Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə buyurur ki, dünya və axirətin ən xeyirliləri, dünya və axirətdə ən yaxşılar, Allahın yaratdıqlarının ən üstünü dünya və axirətdə sizə xəbər verim kimlərdir? Onlar ki, onlarda 4 dənə xüsusiyyət var. 1. Onlara zülm eləyəni, onlar bağışlayarlar. O sənə zülm eləmişdi. İnsanın əlinə fürsət düşüb, sən də ona cəzalandırma, bağışla. 2. Sənlə əlaqəsini kəsib, yaman olanı sən dindir. O yaman qalıb, sən onu dindir, sən yaman qalma. O məni saymır axı, sən salamını ver. 3. Sizin haqqınızda pislik eləyənə siz yaxşılıq eləyin. O mənə pislik eləmişdi, onun əlindən o gəlirdi. Sən isə ona yaxşılıq elə. 4. O mənə verməmişdi. Getdim qapısına, var idi, bilirdim, amma məni əli boş qaytardı. Bugün o gəlib sənin qapıva. Amma sən əsirgəmə, ona ver. Görün nə qədər gözəl dinimiz var. Bunları biz gündəlik həyatımızda, ailəmizdə, qonşularımızda, qohumlarımızda, dostlarımızda gəlib icra edirik. Mənə ağır gəlir, eşidəm ki, bir mömin evdə o bir mömin qardaşıyla, doğma qardaşıyla neçə ildir yamandır. Bağışlamır da, keçmir ondan. 2 qonşu müsəlman bir dənə nəsə bir qonşuluqda bir şey baş verib. İndiyə qədər yamandılar. Bir-birini dindirmirlər. Peyğəmbər deyir, qiyamət günü car çəkəcək, nida eləyib deyəcək. Hər kimin Allahın yanında muzdu varsa, gəlsin, qalxsın. Bu zaman bağışlayanlardan başqa heç kim qalxmayacaq. O adam qalxacaq və bəzi hədislərdə oxumuşam, sorğu-sual olunmadan behiştə göndəriləcək ki, onlar kimdir? Bağışlayanlardır. Bu bağışlayıb, bu əfv eləyib. Allah Taala'nın Quran-ı Kərimdə kim bağışlasa və barışsa onun mükafatı Allahın yanındadır buyurduğunu eşitməmisinizmi? Quran ayəsindən sitat gətirdi. Mənim boynuma da bu həddədir ki, Allah qiyamətdə deyəcək ki, qalx, ya Allah behiştə.